Salam dostlar, axşamınız xeyir olsun. Dostlar, bu dəfə belə bir mövzu var. Yəni bu mövzu ətrafında mən çox danışmışam. Əvvəldə də yəni videolarım var, baxa bilərsiniz. Amma mən bu mövzudan ümumiyyətlə bu və bunun kimi digər mövzulardan hansı ki qida istiqamətində olan ümumiyyətlə qidadan danışdıqsa mümkündür ki, yəni bunun sonu olsun, limitsiz bir sektordur, yəni mövzulardır daha doğrusu və onun istiqamətində ona paralel olan digər məsələlər ki, hansı ki bunlar ümumiyyətlə yeni terminlərdir. Hər biri qida təhlükəsizliyinin idarə olunması ilə bağlı olan idarəetmə sistemləridir və onun təhlükəsizliyini təmin edən digər sistemlərdir. Hansı ki, HASP, yəni bizim çoxlarımızın bildiyi qida təhlükəsizliyinin idarə olunmasında mühüm bir sistemdir, yəni və günümüzdə artıq çox gündəmdədir. Çox da yaxşı, belə deyək də, effektiv bir sistemdir doğrudan da. Eləcə də qeyd edeyim ki, yəni bildiyimiz kimi çoxlu sayda qida təhlükəsizliyi istiqamətində idarəetmə sistemləri var ki, hansı ki, bura daxildir. ISO 22000-lər, GFSA yönümlü var, IFS-dir, BRCGS-dir, FCC 22000. Yəni bütün bu idarəetmə sistemləri, bunlar çox geniş bir idarəetmə sistemidir. Hər birinin öz tələbləri vardır, yəni. Məntiqcə bunlar eyni nöqtəyə varır, tamam razıyam. Və bu HASP isə bütün bu idarə etmə sistemlərinin təməlində yer alır. Yəni fundamentini əhatə edir. Onların 70-80% HASP-dan ibarət. Yəni HASP-ın tələblərini qarşılamış olarıqsa öz iş yerimizdə biz o idarə etmə sistemlərinin 70-80%-ni qurmuş oluruq. Yerdə qalan digər maddələr var ki, onların tələbləri var ki, onu da belə deyək də qarşılayıb sistemə tamamlamış oluruq. İndi bizdə HASP ümumiyyətlə nədir? HASP qeyd etdiyim kimi bir sistemdir. Qida təhlükəsizliyinin idarə olunması ilə bağlı bir sistemdir. Ümumiyyətlə qeyd etdiyim kimi qida çox geniş bir sektordur, yəni və onun istiqamətində də çox bütün mövzuların hər birisi mən qeyd edirəm ki, çox geniş bir sistemdir. Burada bir dənə bir nöqtəni vurğulayım mən. Bax, qida təhlükəsizliyi elə bir kateqoriyadır ki, yəni bildiyiniz kimi qida istiqamətində bir çox kateqoriya mövcuddur. Süd və süddür, ət və ətdir, iaşədir, qənnadıdır, şərabçılıqdır, üzümçülükdür, çörəkçilikdir, yəni. Bütün bunların hər biri qida sektorunda bir elmdir. Elə bir ki, qida anlamı, anlayışı bir kökdür, ağacın kökü. Bunlar da hamısı budaqlardır, yəni yarpaqlardır. Amma HASP, daha doğrusu qida təhlükəsizliyi anlayışı, anlamı, həmən bu ağacın bütün yarpaq və budaqlarını şamildir. O nöqteyə nəzərdən çox diqqətli olmağımız lazımdır və çox önəmli, vacib, məsuliyyətli bir, belə deyək də, istiqamətdir, kateqoriyadır ki, hansı ki, dövlət belə buna çox ciddi şəkildə yanaşır. Və yaxşı olar da ki, indi yəqin ki, bu videonu izləyənlərin içərisində olacaq, digər istiqamətdə çalışan mütəxəssislərimiz texnoloq ola bilər, laboratoriya istiqamətində ola bilər və yaxud da ARGE istiqamətində ola bilər, yəni həmən bu qida təhlükəsizliyi istiqamətində olan mövzulardan da mütləq xəbərdar olsun. Yəni, dövlət bu məsələyə necə yanaşır? Qanunlarımızda ümumiyyətlə nələr söhbət gedir? Bu qida təhlükəsizliyi ümumiyyətlə bizə nə verir? Yəni, bunun tərəfləri nədən ibarətdir? Çünki, dostlar, yadınıza saxlayın ki, bir məhsulun istehsal olunan daha doğrusu bir məhsulun tam sağlamlığından məsul şəxs məhsul olan tərəf ümumiyyətlə, o məhsulu istehsal edən tərəfdir. Hansı ki, o adama maraqlı olmalıdır ki, mənim məhsulum hansı nöqtələrdə başına hər hansı hadisə gələ bilər. Yəni. Bunun üçün biz bütün bu tələbləri bilməliyik, xəbərdar olmalıyıq. İndi HASP-ı biz bir balaca təhlil edəcəyik. Burada biz nəzəri biliyə daha doğrusu toxunacaq. Amma praktik olaraq mən sizə izah etməyə çalışacağım. Deməli, HASP bu sözlər ümumiyyətlə ingilis sözlərinin abreviaturasına yaranmışdır. Hazard Analysis and Critical Control Points. Burada bizim əndimiz var, yəni gizlənmiş. Hazard təhlükələrin analizi, təhlili. Baxın, dostlar, bu mövzuda, yəni bu HASP sistemində işin məntiqi buradan başlayır. İşin məntiqi təfəkkürü. Sadəcə bunu şuuraltımızda canlandırmamız lazımdır ki, buradan bizə nə demək istəyir? Hər şey buradan başlayır, burada da bitir. Sadəcə praktikada bu bir qədər genişdir. Bunun çoxlu sayda tələbləri vardır, yəni hər addımı qarşılamaq üçün. Bunun profilaktik tədbirləri, yəni önləyici tədbirləri mövcuddur. Ondan sonra riskləri var ki, bütün onların hər birini əks elətdirir. Yəni geniş şəkildə orada danışır. O nöqtə nəzərdən biraz geniş ola bilər, yəni praktikada. Amma çox
daha effektiv bir sistemdir doğrudan da. Yeni qeyd etdiyim kimi İngilis sözlərinin baş hərfidir. Hazard analiz, and critical control points, yəni təhlükələrin təhlili və kritik nəzarət nöqtələri. Baxın, bu qədər net. Sadəcə qeyd etdiyim kimi biz məntiqi tutmalıyıq. İndi gəlin bunları bir-bir təhlil edək. İlk öncə nə edir? Təhlükələrin təhlili. Mən bundan öncə bir videom var idi. Dünən çəkdim o videonu daha doğrusu. Qida məhsullarında təhlükələrin idarə olunması ilə bağlı bir qızıl qayda vardı, onu danışdım. Orada mən təhlükələrdən danışmışdım, indi burada da toxunacağım. İlk öncə HASP nədir? Deyir ki, təhlükələrin təhlili. Burada təhlükənin özü çoxdur. Minlərlə, milyardlarla təhlükə var. Bunu qoyuruq qırağa. Bizə standartların qəbul etdiyi təhlükədən söhbət edir. Standartlar bizdə 7 dənə təhlükəni qəbul edir. 7 təhlükə. O təhlükədən söhbət edir. Deyir ki, təhlükələrin təhlili. Baxın, təhlil prosesinin özü bir yəni zəncirvari prosesdir. Hansı ki, təhlükələri araşdırmaq lazımdır, tapmaq lazımdır. Biz artıq burada risk bilməliyik. Nədir? Okay. Riski bildikdən sonra artıq biz o təhlükələrimizi tapdıqdan, müəyyən etdikdən sonra onların riskini hesablayacaq ki, bizə nə qədər bu təsir göstərir, bunun ehtimalı nədir, şiddəti nədir? Daha sonra o təhlükələrimiz bizim hansı qrupumuza? Baxın, qrup nədir? Burada sizə bir çaşdırıcı məsələ ola bilər, amma mən ona toxunacağım ayrıca, yəni geniş bir mövzudur. Hansı qrupa aid olduğunu həmin o təhlükənin müəyyənləşdirəcək və təhlükə analiz prosesimiz burada da bitəcək. Yəqin ki, çoxlarınız eşitmişsiniz, təhlükə analiz prosesi, yəni sənət olaraq da. İkinci mərhələmiz bizim nədir? Critical control points, yəni kritik nəzarət nöqtələri. Baxın. Burada artıq bizə təsbit edir ki, kritik nəzarət və nəzarət nöqtələrimiz hansılardır və bu nöqtələrin kritik meyarları nələrdir? Necə bunlara nəzarət etməliyik? Necə bunlara tədbir görməliyik? Kontrol altında saxlamalıyıq? Bütün bunların hər birisini ardıcıllıqda başlayır, neyinir? İzah edir bizə. Baxın, məntiqi də bundan ibarətdir. Ardıcıllıq budur. HASP bizə deyir ki, ilk öncə sənin bütün mərhələlərində mərhələ denilən nəzarətlər tutur. Baxın, HASP-ın mən rəqəmlər üzərindən bunun izahını bir dəfə vermişdim. Əvvəlki videolarımda birində var. Bir dəfə də o mövzuya toxunacaq, biraz geniş şəkildə. Yəni, HASP öz 12 dənə addımdan ibarətdir. 12 addımdan ibarətdir. HASP-ın 4-cü addımında, 4-cü deyir ki, axış diaqramlarını qur. Axış diaqramları. Yəni, nə ilə məşğul olacaqsansa, hansı işlə məşğul olacaqsansa, o iş üzrə sən axış diaqramı. Yəni, sənin mərhələlərin, işin daha doğrusu, hansı nöqtədən başlayır, hansı nöqtədə bitir, ardıcılıq olar. Onu sən tökdün bir qrafiyə, diaqramı falan, oldu sən özü bir axış diaqramı. Sonra nə deyir? Deyir ki, həmən o axış diaqramını al əlinə, orada neçə ki mərhələ var, ha? 5 dənədir, 10 dənədir, 15 dənədir. Atıram mən, məsələn, makaron istehsal edirəm, spagetti. Spagetti məhsulumuzda bizim proses hardan başlayır, harda bitir? Hansı ki, un məhsulu da belə. Onun xam malı nədir? Un və sudur da. Un gəldi, su ilə qarışdı, düzdürmü? Oradakı qarışımdır. Sonra gəlir hara? Kəsilməyə. Deyək ki, qəlblərə getdi. Qəlblərdə kəsildi, formalaşdı, yəni forma aldı. Sonra getdi hara? Qurutmaya getdi. Qurumadan çıxandan sonra hansısa bir sirolara vuruldu. Daha sonra paketləmə və yığılma. Bütün bunların hamısının sayına bizə 10 dənə deyək ki, atıran mərhələ bilir. Sonra nə deyir ki, kritik nəzarət nöqtəsi. Baxın, hazır artıq biz HASP-da addım üzrə getdikcə biz 4-cü addımımızda diaqramımızı qurduq. 5-ci addımımız nə deyir? Deyir ki, get o diaqramı yerində yoxla. Gör sənin diaqramda yazdığın o mərhələlərlə yerində görülən işlər üst-üstə düşür, yoxsa yox. Düşmürsə, burada bir sıxıntı var. Düzəltmək lazımdır. Okay, onu da atdıq. Sonra gəlir bizim nə 6-cı addımımız nədir? Deyir ki, təhlükələri təhlil et. Təhlükələri təhlil etkilə. Sən təhlükələri təhlil etsən. Həmən o diaqramı alırsan əlinə. Orada neçə ki mərhələm var idi? Ha, 10 dənə, 11 dənə. O mərhələlərin hər biri üzrə sən o təhlükələri, 7 təhlükənin 7-sinə təhlil edirsən ki, mənim bu mərhələmdə hansı təhlükələrim var, hansı yoxdur. Varın qabağına plus, yoxun qabağına minus qoyursan. Baxa görsən ki, məsələn, qurutma prosesində və yaxud da ki, qarışım prosesində və yaxud da ki,
forma vermə prosesində mənim 3 dənə, 4 dənə, 5 dənə təhlükəm var. Okay, mən təhlükələrimi təyin etdim. İndi onların nə edəcəm mən? Riskini hesablayacağam ki, bunların mənə verdiyi təsir nə dərəcədədir? Bunun ehtimalı nə qədərdir? Yəni bu təhlükənin yaranma, baş vermə ehtimalı. Okeyləşdirdikdən sonra bunda baxa görəcəm ki, həqiqətən də bu yuxarı riskdir yoxsa aşağı riskdir. Hər hansı olur olsun fərq etmir, biz tədbirimi görəcəyik. Yəni o öz yerində. Daha sonra qrupunu müəyyənləşdirəcəyik. Qrupa indi biz ayrı toxunacaq. Yəni burada bizim hazard analizi, yəni təhlükələrin təhlili prosesi bitdi. Keçdi hara? İkinciyə. Kritik kontrol nöqtələri. Baxın, elə bizim 7-ci addımımızda kritik nəzarət nöqtələrinin təyinidir. 8-ci addımımız onların limitlərinin təyini görürsə, ardıcıl formada gəlir. Biz 7-də nə edirik? Kritik nəzarət nöqtələrimizi araşdırıb, axtarıb tapırıq. Kritik ilə yanaşı, zaten kritikləri biz təhlil edəndə, yoldaşlar, nəzarət nöqtələrini tapa bilirik avtomatik olaraq. Bizim digər yəni bir təhlükə qrupumuz da var. Onu da müəyyən edə bilirik. Biz qrup məsələsinə ayrıca toxunduğumuza görə bura çox toxunmaq istəmirəm yəni. Deməli, bütün bu nöqtələrimizi də təyin etdikdən sonra, onların kritik limitlərini müəyyən etdikdən sonra, biz axırda nə edirik? Bütün gördüyümüz işlərin hər birinin qeydlərini aparırıq. Qeydlərini. Çox gözəl bir şüar var. Standartlarda deyir ki, etdiyi yaz, yazdığını et. Nə iş görürsənsə, onun hər birinin qeydlərini aparacaqsan. Addım boyu, birinci addımdan 12-ci addıma qədər. Baxın yoldaşlar, hasb bununla da tamamlanır. Birinci addımdan 12-ci addıma qədər. Bütün bu addımların tələblərini, şərtlərini qarşılamış olaraqsa və onun ən əsası məntiqini anlamış olaraqsa, bu bizə praktikada nə verir, nə etməyimiz lazımdır. Baxın, məsələn, hasb planı deyə bir sənəd var. Bu hasb planı, ümumiyyətlə, hasbda ən önəmli məsələ budur, hasb planı. Amma çox yəni, incə formada anlaşılan bir sənəddir. Sadəcə onu qeyd etdiyim kimi məntiqi anlamalısan. O sənəd nədir? O sənəd həmən hansı ki, biz nəzarət nöqtəsi və kritik nəzarət nöqtəsini ki, tapdıq, düzdür, müəyyən etdik də o nöqtələri. Hansı proseslərimiz budur. O nöqtələri idarə etmək üçün, o nöqtələr üçün ümumiyyətlə tədbirlər planıdır yəni. O nöqtələr üçün bir idarə etməsi üçün daha doğrusu yol xəritəsidir. Bunu belə anlamamız, anlaya bilərəksə əgər, başa düşsək ki, həqiqətən də, yəni, bu demək istəyir ki, mənə, bu sənəd. Sən bu nöqtələri, hansı ki, nəzarət və kritik nəzarət nöqtələri, bu formada idarə edəcəksən. Kontrol altında saxlayacaqsan. Sənin tədbir planın budur. Yəni, onlarda bir sapma baş verə bilərsə, onlarda bir kənara çıxma, bir sıxıntı, yəni uyğunsuzluq baş verərsə, sən bu plandan adından da götürüldüyü kimi də bu plandır yəni. Sən bu plandan istifadə edərək, buradakı qeyd etdiklərinlə, yazdıqlarından istifadə edərək o sıxıntını çox yüksək səviyyədə aradan qaldıracaqsan və bir daha da təkrar baş verməyəcəkdir. O nöqtə nəzərdən mən bunu gətirib çıxartmaq istəyirəm məntiqə ki, bunun məntiqini anlamamız lazımdır. Və çox dərinlərə getmək istəmirəm. Sadəcə sizə giriş olaraq bu məlumatları əks etdirmək istəyirəm. Bu istiqamətdə bir neçə də suallar verilir mənə. Nöqtə nəzərdən ümid edirəm ki, bu suallarınızı da cavablayacaqdır. Və silsilə formasında artıq bunun digər tərəflərini izah edəcəyik və əlavə fərqli bir mövzulara da giriş etməyi düşünürük. Çox sağ olun, təşəkkür edirəm.